Salam dostlar. Hamınıza salam dostlar. Bugün sizinlə bir yerdən çox uzun bir aradan sonra sizinlə bir yerdəyik. Dostlar, bugün də gördüyünüz kimi zombi savaşları oynayırıq. Dostlar, mən Emil Pro birinci kanalımı bəlkə bilənləriniz olar. Orada nə qədər bir sürü videolar atırdım. Amma maalesef ki o kanalım silindi. Artıq aktiv bir kanalım var, o da budur. Abone olub like atsanız sevinərəm. 5 like gəlsə bunun dostlarımla davamını çəkəcəm. Buna görə 5 like atsanız sevinərəm. Gedək indi biraz adamlarla savaşalım dostlar. Bu günü sizə görə saxlamışdım deyə bilərəm. Rebirth atacağım sizinlə bir yerdə gördüyünüz kimi. Bir dənə sadəcə bir yer qaldı, orada pultasın. Her şeyi yapacağım. Bunlar olacak? Taktiğini saklıyorlar. Ya Stella dostlar, Stella bir noktada özel server açmaq istəyirəm. Arkadaşlığı versus gəlib oynaya bilərik dostlar. 50 aboneni keçdikdən sonra da canlı yayınlara başlayacağıq. Gəlmək istəsəz gələrsiniz. Dostlar, bu arada bu kvadrat baş, yəni karakteri bu mənim qonşum olan uşağımla hələ ki aramız yaxşıdır. Gəldim ziyarətə. Bunların başına hədəf alsam çox vuracam. Qalxanlardan sonra da dəli olurlar. Balacalardan da. Dostlar, bu videonun aslına qalsa mənim üçüncü çəkişim. Ben sayablara görə hələ də sayara görə hələ də aktiv video ata bilmirəm. Bəlkə gələn video sabah veya bir gün gələ bilər və qısa videolarını da çəkəcəm. Stella Bernot qısa videolarını da çəkəcəm. Bu arada dostlar, mən dostumun serverında da, öz serverımda da heç kim yoxdur deyə bütün hər şey doğrusu boşa gedir. Mitiklər, gizemlər, remote qatlar. Ona görə server adamı tapmağa çalışırıq ki, ən azından zəif birisi olsun. Mesela gördüyünüz kimi, yəni mən bu arada dostumu kimi eləmək istəyirəm. Mesela bu giantların da mesela bu giantların da bize verdiği pul çok yaxşıdır. Ama burada girmək istəmirəm. Qaqaşım bu əsgərlərimə vurur. Və yenə bir giant. Doğru dostlar, bunun arkadaş da golemdir. Titanlar da var. Bir yaxşı gəlirlər. Çox müsaidə olurlar. Azar bitsəydim, RPG'ni götürərdim bura gələndə. Pis qəşəng dediyimdə giant arxamdan çıxdı və məni öldürdü. Dostlar, çox az qaldı oran, yəni pilot bölgəsini açmağımıza. Ona görə son bir nə qədər 50 30k pul yığmamız bəs eləyəcək. Buradan da gələ bilər RPG'mizi alaq. 3 sağlıqlı zırhımızı alaq. Gedə aşağı uzaylı silahımızı da alaq. Qaçaq. Göstərəcəm RPG'nin yaxşılıqlarını. Bunu mən eləmədim. Bunu golem vura bilmədim. Çox da bir qurtcalağıma ehtiyac yox idi. Gələk buradan buna da uzaylı teknologiyasını istifadə edirik. Bəlkə dostlar, pulumuz tamam oldu. Sonuncu rebirtə sata bilirik. Hayda dostlar, 3k pul çatmış sadəcə. 2k və dostlar tamamen hazır oldu. Bunları yox edəyəm. Tozumu yut.
Dostlar tabii ki mənim jetim yoxdur. F16 var zatlar yoxdur. 10K ihtiyacımız var ekstradan bir şey olarak. 99,5%. Bilin buradan. Okey işin. Qaçaq qədər ki bunların əlindən və rebirtə son sağ 3, 2, 1, 0. Okey. Rebirt attım. Və hər şey sıfırlandı yenə. Sonra görüm bura pul birikmir təbii ki həmişə kimi. Və mən repejim falan filan əlimdə qalıb %100 zırhımda. Ölməməyə önəm verməliyəm. Ölsəm işim bitəcək. Gedəcəm. Bilim adamı falan filan. Nə gizləyək. Arkadaşlar zombilərin dalğasız adım buradan görürəm həm də. Gedək bu dostumla biraz məsələmliyim. Maşınları falan filan asım sonra. Yoksa ölsəm yaxşı olmayacaq. O kadar da değil. Çok şeyləməyəm. Ne dostlar, bunlar hələ ki tez şeylərdir. Bilim adamları falan filan. Hamısını qoyaq. Yarım qat elədik. İndi isə çöldəki maşınını alacağım. Maşın yerində olduğum vaxt çox bombastik olacaq. Okey dostlar, indi burada araç pedi falan filan var. Onları alacağım. Sonrasında videoyu bitireceğim. Okey ve araçımızı aldık. Buradan ilk araçı. Yok ya, bilmedim. Dostlar tabii ki şimdi buradan ATV, Jeep, kamyon bunu. Hatta tank belə ala bilərik. Səhv eləmirəmsə. Ona görə pul birikdirməliyəm hamısını eləmək üçün. Və sadəcə bir dənə maşına ihtiyacım var hal-hazırda. Gedim ilk ATV'mizi alaq sonra. ATV gəlir, indi gedək biraz dostumla məsələnim. Mən bu oyunu bir 15 gündə oynayıram deyə. Bir təxminən 6-7 gündür, bir həftədə oynayıram deyə artıq qızıldan mənəm maşınım. Gələk, okey. Yoxsa nə qədər pul kasacağımı deyiyorsun. PC'me sadece bir dənə mərmi koyun və bunda mərmi lazım. Bunun devamını istəyirsə, yəni dediyim kimi en azından 5 like gelsin. Ama orası bomba. Okey. İkisinden olsa bir de RPG'me bakır. Şimdi ATV'mi kaçırırsa ölme riskim var. İşte bir de full kapı olur. Şimdi öz beyzimize kaçalım. O dostlar, o uşaq həm təlim adamların geliştirdiği zaman gedib təşə öldürəcəm. Pul artırmağa yaxşıdır da o da ki. Jeep sadəcə. Kamyon. Humber. Humber nədir? Neyse, o da sonra sarıq. O var. Buradan canım pulumuz da var.
Okey. Tamam. Ola ki, hər şey yaxşı irəliləyir. Mənim pulum niyə bu qədər azdır? Dostlar, neysə, sonraki gəlişmələrimi sizlə paylaşaram. Bugünlük videomuz bu qədər olsun. Gələn videoda görüşənədək sağ olun, salamat qalın.